Qur'anın haqq olduğu onlara aydın olana qədər biz dəlillərimizi onlara həm kainatda, həm də onların özündə mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? Quran Fussilat surəsi 53-cü ayə. Məhz bu onların özündə sözünə bəzi alimlər deyir ki, bu insan bədənində olan işarələrdir. Məsələn, sizi həkim kimi insan bədənində bu sistemlər vardı, insan bədənində nerv sistemi, əzələ sistemi, bunlar harmoniya şəklində bir-birinə işləyir, heç biri bir-birinə şey eləmir, əksinə tamamlayır. Ən sizi təəccübləndirən nə olub ki, yəni deyəsiniz ki, bu necə bir şeydir də, bir möcüzəvi ki, sırf o orqanmı, o orqanlarmı, o funksiyamı sizi ilk dəfə öyrənəndə insan bədən çox təəccübləndirib. Bizi necədir? Mən uşaqlıqdan hətta İslamı dərk eləməkdən dövrdən Allah Subhanahu taala mənim fitrətimə iman qoymuşdu. Mən heç vaxt təəccüblənmirəm. Mən sadəcə şükür edirəm. Çünki bu düzəni görüb şükür etməmək çox düzəndir. Bax, özümüzdə iki gözün quruluşu, burnun ortada qalmağı, dodağın bir nədən olması, gözün biri olmasa gör biz necə həm xarici görünüşdən çox eybəcə bir formalı, həm də görmə sahəmizə təsir edir, müəyyən işlərimizin maneəsinə səbəb olur. Adi xarici görünüş, bir qolun olmamağı. Ölçülər məsələn özləri estetik baxımdan. İnsan bədəninə baxanda damar sistemi, indi düzdür bu qulaqlıqlar şnursuzdur. O şnurları qarışdırır da adam. Halbuki bu qədər damar, hansı ki dünyanı neçə fırlatmaq olar. Damar sistemi, kapilyar sistemi, sinir sistemi, yəni sinir sistemi damarlar formasındadır, liflər formasında. Yəni hər hüceyrə həm bir damarla qan alır, bir damarla venoz qanları verir, çirkli qanı. Yəni mübadilədə istifadə elədir. Məsələn, təmiz qan gətirir hüceyrəyə. Bu hüceyrə özünə lazım olan bütün metabolizmi keçir, enerjisini, hüceyrənin divarını, təzə hüceyrə divarda, hüceyrənin divarını istehsalına lazım olan bütün maddələrin istehsal edir ki, bu hüceyrə normal olsun. Özündən lazım hormonlardır, metabolizm nə lazımdır istehsal edir, amma lazım olan məhsullar əmələ gəlir. Bunu artıq venoz qandan verir. Və bunun da sinir lifləri olur. Hər hüceyrəyə çatan sinir lifləri. O liflər də ayrı gedir ha. Təsəvvür edirsiniz. Hər bir hüceyrəyə limfa sistemi var. Yəni daha zərər məhsulların atılması üçün onların da öz növləri var da. İmmun sistemidir, başqa şeylər. Yəni bunlar düzəndir. Yəni bu mümkün deyil ki, orada biri pozulsa, super sistemdir də. Hə, unikal sistem. Bunun biri pozulsa, sistem zəifləyəcək. Yəni məsələn deyirlər, bir əldə problem varsa, mütləq şəkildə digər orqanlara zərbə vurur. Bəli, bir əldə problem olandan sonra istərsiniz digər hissələrə biləkdən tutur. Ətraflarda belə ki, Rəbbim elə yaradıb ki, şikəst eləməmək üçün çox asılı eləmir. Amma məsələn qaraciyər xəstə olarsa, mütləq şəkildə əvvəl-axır ürəyə, böyrəyə zərbəsini vuracaq. Böyrək uzun müddət xəstə olarsa, çaşmazlıq versə, ürəyə, qaraciyər. Yəni o sistem qan dövranı elədir ki, ağciyərdə problem varsa, uzun illər ürək, qaraciyər, böyrək. Yəni o sistem zaman lazım ki, bir müddətdən sonra hamısı sıradan çıxır. Yəni birində başlayan problemi oradaca həll etmək lazımdır ki, o artıq bütün düzəlmə olmasın. Bir də Rəbbim kompensasiya yaradıb da. Yəni insan xəstələndə bir müddət onun hələ ehtiyat bazası işlənir. Özün qorumaq üçün müəyyən dəyişikliklər yaradır. Yəni Rəbbim eləyər, hətta qaraca bəzən ki 20 il müəyyən problemləri özü örtbasdır eləyir, özü müalicə eləyir, özü dəyişiklik eləyir, özü. Bu super sistem deyil, nədir bəs bu, ha? Yəni amma görür ki, artıq insan reaksiya vermir. Getmir həkimə. Həkimə getmir. Müalicə eləmir. Hop çökür. O çökən kimi digər sistemlərdə başlayır şey eləmə, pozulma. Ona görə də super o adaptasiya dövrü çox vacibdir ki, həkimə gedəsən. Yəni o uzun müddət çəkə də bilər ki, amma o artıq çökəndə artıq sirrozla gəlir xəstə. Onda biz kömək eləyə bilmirik. Sadəcə ona nə qədər yaşayıbsa, rahat yaşamasının şərait yaradırıq. Vəssalam. Bir professor dedi, deyir insan xaricilərdən kimsə, bir sənədli video baxanda deyir insan bio super kompüterdir, kvant kompüter. O qədər proseslər gedirdi insanın içində. Amma biz onları heç birini eşitmirik, görmürük. Və burada bəlkə də bu ayənin təzahürünü görürük ki, biz insanı ən gözəl surətdə yaratdıq. Tin surəsi 4-cü ayə.